Salam əziz şagirdlər. Bugün fəzada düz xəttlər və müstəvilər, mövzusunun izahını verəcəm. Ən başdan qeyd edeyim ki, mən burada sırf imtahana lazım olan, abituriyentlər üçün vacib olan qaydaları deyəcəm. Yalnız vaciblər izah olunacaq. Yəni burada artıq şeyləri demək olar ki, deməyəcəm. Biz bilirik ki, burada aksiyonlar, teoremlər var. Bu aksiyonları deməyə çox da ehtiyac görmürəm. Çünki imtahan üçün o qədər də istifadə olunmur. Sırf bizə nə lazımdır, onları deyəcəm. Ümumiyyətlə, yadda saxlayın ki, həndəsə kursu iki hissəyə ayrılır. Birinci hissə adlanır planimetriya hissəsi. Planimetriya, belə deyək, vərəq üzərində olan həndəsədir. Yəni, müstəvi üzərində olan həndəsə. Bir də var teoriometriya kursu. Teoriometriya kursu isə fəzada olan həndəsədir. Yəni, buna olaraq nümunəni belə deyək. Fəza həndəsəsi, məsələn, otaq daxilində olan bir nöqtə kimi düşünə bilərik. Məsələn, otağın 3 küncü var. Onun hündürlüyü. Buralarda bir nöqtə var. Həmin nöqtənin üçlü ölçüdən həm aplikatını, həm ordinatını, həm də apsisini taparaq təyin edirik. Bu artıq adlanır fəza. Bu şəkildə. Sadəcə bu kiçik bir giriş idi. İndi başlayırıq ən vacib şeyə. Birinci vacib olan şey nədir? Yadda saxlayırıq ki, müstəvi üzərində, müstəvi xaricindəki nöqtədən həmin müstəviyə və onun üzərindəki həmin müstəviyə yalnız bir dənə perpendikulyar çəkmək olur. Bunu necə düşünürsünüz? Bunu, baxın, belə bir müstəvi çəkirəm. Müstəvini biz belə işarə eləyə bilərik, məsələn, və yaxud bir paralelipiped, fərq etməz, hər hansı bir fiqur kimi. Müstəvinin sərhədləri yoxdur. Müstəvini biz istədiyimiz kimi, rezin kimi dartıb genişləndirə bilərik. Yəni, burada konkret sərhədlər mövcud deyildir. Bu nə deməkdir? Müstəvinin üzərində belə düz xəttlər var. Məsələn, biri belədir, biri belədir, biri belədir. Mən buradan bir nöqtə götürürəm və bura, belə deyək, bir dirək yapışdırıram. Bu dirək müstəvi üzərindəki nöqtələrə perpendikulyardırsa, artıq mən deyə bilərəm ki, bu müstəvinin özünə də perpendikulyardır. Bunu necə düşünürsünüz? Yer səthində bir işıq dirəyi görmüsünüz də. Bu perpendikulyarlığı o şəkildə düşünürsünüz. Bu işıq dirəyidir, yerə belə dik bastırmışam. Buradakı bucaqlar 90 dərəcədir. İşıq dirəyinin altından keçən bu düz xəttlər nədir? Dirəyə perpendikulyardır və ya dirək bunlara perpendikulyardır. İndi deyəm ki, müəllim, buradan bir düz xətt keçdi. Bəli, dirək buna da perpendikulyardır. Buna da. Yəni, istənilən, belə deyək, onun üzərində yerləşən, belə deyək, düz xəttə nədir? Perpendikulyardır. İndi keçirəm ən vacib olan hissəmizə. Ən vacib olan hissəmizdən biri nədir? Fəzada düz xəttlər və onların qarşılıqlı vəziyyəti, düz xəttlə müstəvinin qarşılıqlı vəziyyəti. Birincisi nədir? Birinci biz başlayırıq ortoqonal proyeksiyadan. Ortoqonal proyeksiya bir nəvi desək elə proyeksiyadır. Gəlin baxaq uşaqlar. Belə bir müstəvi çəkirəm. Deyirəm ki, bir alfa müstəvisidir. Mən buradan alfa müstəvisinə bir perpendikulyar çəkirəm. Cəmi bir dənə perpendikulyar çəkdim. Bitdi, getdi. Və yadda saxlayın, bu perpendikulyar onun üzərindəki düz xəttlərlə də nə edir? Bayaq dediyim kimi bunlara da perpendikulyar olurdu. Və buna deyilir perpendikulyar. Və yadda saxlayın, mən perpendikulyarın təpə nöqtəsi olan bu A nöqtəsindən bu şəkildə maillər də nə edə bilərəm? Maillər də çəkə bilərəm. Artıq bu maili çəkdim, bu da gəldi burada bir nöqtədə bu vərəqə dəydi. Bunu bir vərəq kimi düşünün. Bir dənə dik qələm saxlayıram, bir dənə də əyri qələm saxlayıram. Vərəqə dəydilər, dayandılar. Başa düşdünüzmü? Artıq bu adlanır mail. 7-ci sinifdə siz bununla tanış olmusunuz. Bu adlanır mail. Artıq bu hissəsi adlanır nə? Mailin nəyi? Proyeksiyası. Mailin proyeksiyası.
Başa düşdünüzmü? Bu şəkildə. Bura adlandı proyeksiya, proyeksiya. Bura adlandı tutaq ki, mail. Bura adlandı, daha doğrusu bura adlandı perpendikulyar. Bu hissəsi adlandı mail. İndi mən bunu daha çox bu mövzunu nümunələr üzərindən izah eləməyi sevirəm. Nümunələr üzərindən izah eləsək, baxın belə bir şey alınar. İndi deyirəm ki, tutaq ki, belə bir sual deyirəm. Müstəvidən 10 santimetr məsafədə dayanan nöqtədən müstəvi ilə 30 dərəcəli bucaq əmələ gətirən bucaq əmələ sözündə yazaq. Bucaq əmələ gətirən bir mail çəkirəm. Mail çəkilir. İndi deyirəm ki, mailin proyeksiyasını tapın. Proyeksiyanı tapın. Proyeksiya. İndi bu nə deməkdir? Bu deməkdir ki, uşaqlar, baxın, bu suallarla topluda çox qarşılaşacaqsınız. Vacibdir, vacib. Bax, belə bir müstəvi çəkdim, fərq etməz. Bax, müstəvi belə bir şeydir. İstəyirsən romb kimi çək, istəyirsən paraleloqram kimi, nə kimi istəyirsən çək. İstəyirsən bir qazan şəkli çək. Yəni, o da bir müstəvi sayılır. Belə deyək, müstəvidən 10 cm məsafədədirsə, deməli, mən burada müstəviyə bir perpendikulyar endirim. Bir işıq dirəyini qoydum. O dirəyi qoydum. Məsafədə nə deməkdir? Biz məsafə söhbəti olanda, nöqtədən məsafəyə qədər məsafə deyiləndə, biz mütləq hündürlüyü endirirdik. Bu 90 dərəcədir. Sonra həmin nöqtədən bir dənə mail çəkilir. Bax, bu göy mail çəkilir. Bu mailin müstəvi ilə əmələ gətirdiyi bu bucağa nə qədərdir? 30 dərəcə. Proyeksiyanı istəyir məndən, bax, bu hissəni. Çox aydın məsələdir. Buranı vermişəm 10. 30-un qarşısındakı 10-dur. Bu AB deyək, burada bir AC deyək. Mən BC-ni istəyirdim də, düzdürmü? Bura onda nə qədərdir? Bura 60-dır. Düzdürmü? 30-un qarşısındakı 10 idisə, 60-ın qarşısındakı nə olacaq? 10 kökdə 3. Burada həmişə bir düzbucaqlı üçbucaq yaranır. Hipotenuzu istəsə, hipotenuz da olacaq 20. Başa düşdünüzmü? Bu qədər sadə. Və buna deyilir bir nə? Burada adətən biz istifadə edirik nədən? Pifaqor teoremindən. Bu misalların böyük əksəriyyəti düzbucaqlı üçbucağa gəlir. Böyük əksəriyyəti düzbucaqlı üçbucağa gəlir. Bu da bu şəkildə. Aha, indi başqa bir məsələn nümunə göstərsən bana belə bir nümunə göstərirəm. Tutaq ki, deyirəm ki, məsələn, bir nöqtə götürülüb müstəvi üzərində, müstəviyə aid olmayan. Burada bir nöqtə götürülüb. Deyirəm ki, uzunluğu bir x santimetrdir. Aha, x santimetrdir. Sonra da deyirəm ki, ondan 2 santimetr böyük olmaqla bir mail çəkilir. 2 santimetr və bunun mailin proyeksiyası da hündürlükdən 2 santimetr kiçikdir. Artıq mən o dəqiqə burada nə görürəm? X minus 2, x plus 2. Əslində mən hər şeyi görürəm burada. 6, 8, 10 olduğunu. Pifaqor ədədlərindən. Tapa bilməsəm belə nə yazıb tapmalıyam? Tapa bilməsəm belə mən orada bir, belə deyək, Pifaqor teoremi yazıb bu məsələni həll edə bilərəm. İndi keçək nəyə? Uşaqlar, düz xətlə müstəvi arasında qalan bucaq. Aha. Bəzən bizə uşaqlar
bəzən bizə bax belə məsələ də verə bilər. Bayaqki ilə bağlı nümunəni deyim. Tutaq ki, bir nöqtə verir burada. Belə bir nöqtə verir. A nöqtəsi. Burada bir belə deyək, müstəvi var. Deyilir ki, bunun bir AC perpendikulyarını da çəkək. Belə deyək ki, proyeksiyasını perpendikulyarını çəkək. Deyir ki, bundan 2 dənə mail çəkilib. 2 dənə mail. Biri əmələ gətirir deyir 60 dərəcə. Məsələn. Biri əmələ gətirir 30 dərəcə. Əlbəttə ki, 30 dərəcə olan daha belə açılmış formada olacaq da. 30 dərəcə. Bax, onda da bu şəkildə çəkilə bilər. Bu şəkildə çəkilə bilər. Başa düşdünüzmü? Bu bunların hər ikisində nədir? Onda burada 2 dənə yaranacaq, düzbucaqlı üçbucaq yaranacaq. Bunu bu şəkildə də həll etmək olar. İndi keçirəm nəyə? Düz xətt və müstəvi arasında qalan bucaq. Düz xətt və müstəvi arasında qalan bucaq. Uşaqlar, diqqət edin. Ümumiyyətlə, düz xətt müstəvi ilə bir neçə qarşılıqlı vəziyyətdə ola bilər. Bir neçə qarşılıqlı vəziyyətdə ola bilər. Yadda saxlayın. Tutaq ki, verirəm belə bir nümunə. Deyirəm ki, düz xəttlə müstəvi arasında əvvəlcə gəl belə bir müstəvi çəkək. Belə bir müstəvi çəkək. Görək ki, bu nədir? Bir müstəvi çəkdim. Bir müstəvi çəkdim. Buradan bir AB düz xətti çəkirəm. AB düz xətti. Mən deyirəm ki, bu düz xəttin bir ucu müstəvinin üzərindədir. Bir ucu müstəvinin üzərindədir. Mən deyirəm ki, düz xəttdən müstəvi arasında qalan bucağı çəkin. Bunu tapmaq üçün mən nə edirəm? Buradan bura bir perpendikulyar indirirəm. Buradan burada bir perpendikulyar indirirəm. Aha, onda bu arada qalan bu alfa bucağı həmin düz xəttlə müstəvi arasında qalan bucaq sayılır. Düz xəttlə müstəvi arasında qalan bucaq sayılır. Başa düşdünüzmü? Bu da bu şəkildə. Və ya başqa hansı formada ola bilər. Və ya başqa hansı formada ola bilər. Bu şəkildə olmaz. Bir ucu bunun üzərində olmaz. Bax, bu şəkildə olar. Məsələn, bax, bu şəkildə. Verilir belə bir düz xətt. Belə bir müstəvi. Belə bir müstəvi. Düz xətt müstəvini elə bir keçir. Düz xətt müstəvini baxın, deşib keçib kimi düşünün. Bunu bilirsiniz necə düşünəcəksiniz? Vərəqin ortasından karandaşı belə deşib o tərəfə keçirdirsiniz. Bu şəkildə düşünürsünüz. Karandaşı deşib vərəqin içindən belə keçirdirsiniz. Başa düşdünüzmü? İndi baxın. Bu da bir vərəq olduğu üçün bunun üzərində belə xəttlər var. Əlbəttə ki, düzdür. Aha. İndi yadda saxlayın. Bax. Bax necədir. Mən bunu buradan proyeksiyasını çəkirəm. Daha doğrusu perpendikulyarı çəkirəm. Bu da belə. İndi baxıram nəyə? Birini də buradan çəkirəm. Birini də buradan çəkirəm. İndi bu ikisinin arasında qalan bucaq deyiləndə, bax, söhbət bu bucaqdan gedir. Bu bucaqdan. Deyək ki, bir fi bucağıdır. Söhbət bu bucaqdan gedir. Bu bucaq əlbəttə ki, bu bucağa nə olacaq? Bu bucağa bərabər olacaq. Səbəb nədir? Çünki bunlar qarşılıqlı belə deyək, bucaqlar sayılırlar. Qarşılıqlı bucaqlar sayılırlar. İndi baxıram nəyə? İndi baxıram nəyə? Başqa bir vəziyyətdə necə ola bilər? Düz xəttlə müstəvi. Başqa bir vəziyyətdə bax belə ola bilər. Bu eyni qaydada parça ilə müstəvi arasında da var bu söhbətlər. Onu da deyəcəm. Bax belə bir şey. Çox məşhur imtahan suallardır. Bunları deyirəm, yəni də vacibdir. Bunları bilməyən uşaq imtahanda müstəvini yaxşı yaza bilməz. Bir sual, bunu öyrənənin bir sualı hazırdır. Bir sualı hazırdır. İndi, bax məsələn, məndən nə istəyir? Mənə deyir ki, bu düz xəttlə müstəvi arasında qalan bucağı tapın. İndi mən bunu tapmaq üçün nə edirəm? Buradan bura belə bir perpendikulyar çəkirəm. Bu düz xəttin uclarını bilməsək də, belə deyək də,
Bu şəkildə bura perpendikulyarlar çəkirəm. 90 dərəcə, 90 dərəcə. Burada bir hansı fiqur yaranır? Trapesiya yaranır. Bax, buranı da tapdım. Bax, bu bucaq həmin düz xətlə müstəvi arasında qalan bucaqdır. Sanki belə düşünün. Bu bucağı götürürəm. Bunu götürürəm. Bax, sürüşdürürəm bura. Bax, belə düşünün. Sürüşdürəndə artıq nəyi tapmış oluram? Həmin o bucağı tapmış oluram. İndi gəl baxaq. Belə bir nümunəyə. Görək bu nümunədə nə deyilir? Deyilir ki, bax, bayaq dediyim kimi də belə bir nümunə deyirəm. Belə bir müstəvi çəkirəm. Fərq etməz. Müstəvi deyəndə uşaqlar belə əyri-məyri bir şey çəksəz kifayətdir. Burada bir A nöqtəsi var. A nöqtəsindən bir dənə belə deyək, nə çəkirəm? Perpendikulyar çəkirəm. Bir dənə perpendikulyar çəkdim. Adını qoyuram AB perpendikulyarı. 2 dənə mail çəkirəm. Mailin birini belə qoyuram. Bu olsun bir mail. Birini də belə qoyuram, tutaq ki, bura. Mail çəkdim. İndi deyirəm ki, mailin biri müstəvi ilə neçə dərəcəli bucaq əmələ gətirir? Tutaq ki, 60 dərəcə. Bu, bura uşaqlar perpendikulyardır. Siz bunun belə görünməyinə baxmayın. Bu şəkil vizual olaraq təsvir eləmək biraz çətindir burada. Bu şəkildə. Burada da bir düz bucaqlı üç bucaq yarandı. İndi deyirəm ki, AC-nin uzunluğu məsələn 10-dur. AC-nin uzunluğu 10-dur. Bu, tutaq ki, gəl deyək bir AC, burada bir deyək BD. BD-nin uzunluğu məsələn kökdə 6-dır. Burada 10-dur. Deyirəm ki, AD mailin uzunluğunu tapın. Çox sadə. 60-ın qarşısındakı hipotenuzun yarısının nəyi olmalıdır? Kök 3 misli. Olacaq 5 kök 3. İndi AD mailini tapmaq mənim üçün asandır axı. Hansı teorem? Pifagor teoremi. AD-nin kvadratı bərabərdir kök altında. 5 kök 3-ün kvadratı nə eləyir? 75. Üzərinə gəlsin. Kök 6-nın kvadratı nə eləyir? 6. Bunun da cavabı oldu. Kökdə 81. Buradan çıxdı 9. Deməli, bu maildə nə qədərmiş? 9 imiş. Yəni, mən hər şeyi buradan atıb tapmış oldum. Bu şəkildə nə edəcəm? Tapa biləcəm. Bu şəkildə tapa biləcəm. Aha. İndi keçirik nəyə? 3 perpendikulyar teoremi uşaqlar. 3 perpendikulyar teoremi. 3 perpendikulyar teoremi necədir? Adı biraz çətin görünür, amma özü çətin bir şey deyil. 3 perpendikulyar teoremi belədir. Belə bir müstəvi çəkirəm. Tutaq ki, bu bir deyirəm ki, bir alfa müstəvisi olsun. Deyirəm ki, burada bir D düz xətti var. Belə bir D düz xətti. Lap yaxşı. Burada mən bu B nöqtəsindən bir dənə perpendikulyar çəkirəm bura. Bir dənə perpendikulyar çəkdim. Aha. Bu da olsun bir A. İndi mən deyirəm ki, bunu da bir mailini çəkirəm bura. Deyirəm ki, maillə bu arasında qalan bu bucaq nə qədərdir? 90 dərəcədir. Buradan da birini belə çəksəm, bu bura perpendikulyardır və bu da bura nədir? Perpendikulyardır. Bu da bura perpendikulyardır. Onda belə çıxır ki, müstəvi üzərindəki düz xəttdə, daha doğrusu düz xətt müstəviyə çəkilmiş mailin proyeksiyasına perpendikulyardırsa, mailin özünə də perpendikulyardır. Həmin bu düz xətt
fikir verin. Mailin proyeksiyasına perpendikulyardır. Yəni bax buna, bu sarıya perpendikulyardırsa, onda bax bu qırmızı olan mailin özünə də nədir? Perpendikulyardır. Başa düşdünüzmü? Bu şəkildə qəbul olunur. Buna deyilir 3 dənə 3 perpendikulyar. 3 dənə nə idi? 3 perpendikulyar. Bu da belə. Bu da belə. Bu oldu bizim 3 perpendikulyarımızın qaydası. İndi başqa bir nümunə verəcəyik buradan. Məsələn, belə bir nümunə verirəm. Ki, baxın, bunu mövzuda çox görəcəksiniz bu hissədə. Belə deyək. Deyirəm ki, buradan belə bir ABCD kvadratı çəkmişəm. Bunu kvadrat olaraq qəbul edeyim. Biz bucaq altında baxırıq da buna belə düşünün. Bunun D təpəsindən bir dənə perpendikulyar qaldırmışam. Bir dənə perpendikulyar, K perpendikulyarı. İndi deyirəm ki, bunun uzunluğu 6'dır. Olsun. Kvadratın tərəfini də verirəm. Məsələn, 8. Özüm belə ədədlər seçirəm ki, qoy burada nə alınsın? Pifaqor teoremi alınsın. Və deyirəm ki, K, S, D bucağını tapın. K, S, D bucağını tapın. Aha, onda nə edəcəm? K, S, D bucağını tapmaq üçün nə edəcəm? Daha doğrusu K, S, D üçbucağının sahəsini tapın. K, S, D üçbucağını. Deyirik ki, müəllim, burada KSD adlı bir üçbucaq ümumiyyətlə yoxdur axı. Yaratmalısan. Buradan belə bir perpendikulyar çəkdin. Buradan da birini belə çəkdin. Burada bir KSD üçbucağı yarandı. Gəl həmin üçbucağı nə edək? Həmin üçbucağı rəngləyib göstərək. Görək ki, hansıymış bu. Hansıymış? Bax, fikir verin. Sarı rəngdə elədiyimi. Görürsünüz? Həm bu sarı rəngdə elədiyim olur nə üçbucağı? KSD üçbucağı. KSD üçbucağı. Bitdi, getdi. Baxın. Aha. Müəllim, mən ətə tapacam bunun sayəsini. Çox sadə. Bu sayəsini tapmaq mənim üçün çox asandır. Bax, yadda saxlayın. Bura 6'dırsa, bura bir 8'dirsə, avtomatik bilirəm ki, 8'dirsə, burada nədir? 8'dir. Burada 8'dir. Onda mən KS-ni bu K, B, C üçbucağından Pifaqor teoremindən 10 olduğunu tapıram. İndi mən 3 perpendikulyar teoremindən göstərməliyəm ki, burada yaranan bucaq nə qədərdir? 90 dərəcədir. Onu necə göstərirəm? Mən baxıram ki, mailin proyeksiyası, fikir verin. KC mailinin proyeksiyası BC perpendikulyardır CD'ye. Çünki niyə? ABCD bir kvadratdır. ABCD kvadratdır. Bu bura perpendikulyardırsa, proyeksiyası perpendikulyardırsa, qayda nə dedim? Mailin, belə deyək, özünə də nədir? Perpendikulyardır həmin part, həmin düz xətt. DC düz xəttdir. Əgər KS'nin maili olan BC'ye perpendikulyardırsa, mailin özünə də perpendikulyardır. İndi gəl bunu bu tərəfdə göstərir perpendikulyar olduğunu. Buna belə perpendikulyardırsa, bu şəkildə perpendikulyardırsa, bu mailin özünə də perpendikulyardır. Yəni bu sarı rəngli olan üçbucaq əslində nə üçbucağı imiş? Necə üçbucağı imiş?
Düzbucaqlı, üçbucaqlıymış. Əslində məntiqlə düşünəndə, şəkli təsəvvür eləyəndə görmək olur. Şəkli təsəvvür eləyəndə görmək olur. Onda onun sahəsini tapanda düzbucaqlı, üçbucaqdır. 10 vur 8 bölü 2 nə qədər elədi? 40 kvadrat santimetr. Başa düşdükmü? Bu da artıq biz onun ona perpendikulyar olduğunu görmüş olduq. Perpendikulyar olduğunu görmüş olduq. İndi keçirəm nəyə? İndi keçirəm ikiyüzlü bucağa. İkiyüzlü bucaq nədir? İkiyüzlü insanlar olduğu kimi ikiyüzlü bucaqlar da olur. Bu necə bir şeydir? Müəllim peçat sözlər deyir. Uşaqlar, ikiyüzlü bucağı belə düşünün. Yarımçıq açılan dəftər vərəqi kimi. Yarımçıq açılan dəftər vərəqi kimi. Bucaqdır. Ortada bir bucağın olduğunu görürsən, amma belə xətlər deyil də, onun üzləri var. Üzləri var. Başa düşdünüzmü necə? Elə bil ki, kitabı götürmüsən, ortadan 40 dərəcə altında açmısan. O ikiyüzlü bucaqdır. İndi onun necə bir şey olduğunu göstərəcəm. Necə bir şey olduğunu göstərəcəm. İkiyüzlü. Bucaq. İkiyüzlü bucaq. Məsələn, baxın. Bax, belə bir düz xətt çəkirəm. Bunun belə bir nəyini çəkirəm? Belə bir müstəvi çəkirəm. Bu düz xəttdən keçən belə bir alfa müstəvisi və bir dənə də belə bir qırmızı olan mən göstərdiyim alfa müstəvisi çəkirəm. Bu niyə çıxdı? Bilmirik, taparıq. Alfa müstəvisi çəkirəm. Şöyle baxın. Baxın. Pis halında düzdür, amma siz bunu qəbul edin. Açılmış bir kitab kimi düşünün. Açılmış bir kitab kimi. Onda bax, bu arada qalan bu bucaq, bax bu bucaq. Və yaxud onu bu qıraqdan da belə göstərə bilərəm. Baxanda görünür hər üçündən. Bu adlanır ikiyüzlü bucaq. İkiyüzlü bucağı dəqiq göstərmək üçün nə edirəm? İkiyüzlü bucağı dəqiq göstərmək üçün gəl bunu bir dənə səliqəli çəkək. Çox iyrənc alındı. Xoşum gəlmir belə yarımçıq şəkillərdən. Gəl bunu səliqəli çəkək. Göstərək. Gəlin bunu səliqəli çəkək, göstərək. Aha. İndi mən burada ikiyüzlü bucağı göstərəm. Bu bir olsun alfa müstəvisi, bu da olsun bir beta müstəvisi. İki dənə müstəvi, elə bil ki, iki dənə kitabı ortadan ayırdım, ortada bir dənə bucaq yarandı. İndi baxın, necə bir şeydir. Bunu necə tapmalıyım? Bunun üçün nə edirəm? Bunun üzündən, bu adlanır kəsişmə xətti. Bax, bu ortadakı, bu hissə adlanır kəsişmə xətti. Kəsişmə xəttinə iki dənə perpendikulyar çəkirəm. Hər üzdən birini. Hər üzdən bir perpendikulyar nə edirəm? Çəkirəm. İndi baxın necə. Baxın necə. Belə bir perpendikulyar çəkdim. Buradan da belə bir perpendikulyar çəkdim. Belə bir perpendikulyar çəkdim. Aha. Artıq bu arada qalan bu fi bucağı, bizim adlanır ikiyüzlü bucağımızın nəyi? Dərəcə ölçüsü. İkiyüzlü bucağın dərəcə ölçüsü. Aha. Bunu yadda saxlayın. Bu A, B deyək bu hissəyə. Bu adlanır ikiyüzlü bucağın tili. Nəyə adlanır? İkiyüzlü bucağın tili. İndi bəzən sualı bizə belə verir. İkiyüzlü bucağın bu arada qiyməti uşaqlar, ikiyüzlü bucağın qiyməti 0 dərəcədən 180 dərəcəyə kimi olur. İkiyüzlü bucağın qiyməti 0 dərəcədən 180 dərəcəyə kimi olur.
İndi bax belə bir sual verirəm. Nümunə vacib qeyd eləyək. Vacib. Bunu sizin oyanmanız üçün qeyd eləyirəm. Vacib. İndi bu necə bir şeydir? Diqqət edin. Necə bir şeydir? Bir dənə ikiyüzlü bucaq çəkdim. Üzürlüsən, bunu kopyalayacağım. İkiyüzlü bucaq çəkdim. Lap yaxşı. İndi deyirəm ki, bunun ortasında bir dənə nə var? Nöqtə var. Buralarda bir yerdə bir A nöqtəsi var, uşaqlar. Buralarda bir yerdə bir A nöqtəsi var. Bu A nöqtəsindən üzlərə qədər məsafənin biri deyirəm ki, məsələn, 6 santimetrdir. Məsələn, hər bir üzünə qədər məsafə 6 santimetrdir. Ona görə mən götürürəm, hər bir üzə qədər, bax, belə nələr çəkirəm? Bu rəngdə perpendikulyarlar çəkirəm. Buradan da perpendikulyarlar çəkirəm. Hər ikisi perpendikulyardır və hər biri nə qədərdir? 6 santimetr. Hər biri 6 santimetrdir. Burada 6'dır. Belə deyək. Burada 6'dır. Burada 6'dır. Və məsafələr dediyinə görə hər birini nələr çəkirəm? Perpendikulyarlar. Perpendikulyarlar çəkirəm. İndi mən deyirəm ki, bu nöqtədən bucağın üzərinə endirilmiş perpendikulyarların arasındakı məsafə 120 dərəcədir. Həmin bax bu aradakı, daha doğrusu dərəcədir. Bucaq 120 dərəcədir. Məsafə nədir? Mən deyirəm ki, A nöqtəsindən bucağın tilinə qədər. Bucağın tilinə qədər nə deməkdir? Til nə idi? Til bax budur. Bu hissə, bax bu hissə. Bucağın tilinə qədər məsafə bunu məndən istəyir. Bunu mən tapa bilərəm. Mənim üçün asandır. Necə tapıram? Bu perpendikulyardan götürürəm, bura bir perpendikulyar çəkirəm. Burada bir perpendikulyar çəkirəm. 120-dirsə, 90-90-dırsa, bura məcburən nə qədər qalır? 60 dərəcə. 60 dərəcə. Mən indi bu məsafəni istəyirəm deyə, indi baxın nə edəcəm. Götürürəm, buradan bu şəkli sanki çöldə çəkirəm. O şəkli çöldə çəkirəm. Niyə görə? Orada pis alınacaq. Ona görə çöldə çəkməyi daha yaxşı bildim. Bura olsun 120 dərəcə. Bura olsun B. Bura olsun 6. Burada olsun 6. Baxın, belə bir deltoid alındı sanki. Bir deltoid alındı. İndi bura baxın. Onda belə çıxır ki, bu da bura 90 dərəcə əmələ gətirir, bu da bura. Məndən istəyir, baxın, bu çəhrayı rəngdə elədiyim məsafəni. Bax, bu məsafəni. Bu sualın eynisini topluda görəcəksiniz. Xəbəriniz olsun, indidən deyirəm. Eynisini. Onda bura nə qədərdir? 60 dərəcə. Burada nə qədərdir? 60 dərəcə. 120 daxı bölündü yarıya. Çünki bunlar bir-birinə bərabər olur. Onda burada 30 dərəcədir. İndi bura baxın. 30'un qarşısındakı 6'dırsa, məntiqlə düşünün. Onda bu AB nə qədər olacaq? 12. Yəni, həmin bax, bu məsafədir. Gəlin sizə göstərin. Bax, bu məsafədən gedir söhbət. Bax, bu məsafə. 6'dırsa, onda bura çıxır nə qədər? 12. Həmin məsafə oldu 12. Bu da oldu bizim belə deyərlər, ikiyüzlü bucağımız, ikiyüzlü bucağın arasında olan qayda. İndi keçirəm nəyə? Üçüzlü bucaqla bağlı mən hər hansı bir şey görmədim. Səhv eləmirəmsə, üçüzlü bucaq düşmür. Əsas bizə ən vacib olan hissə nədir? Ən vacib olan hissə parça ilə müstəvinin qarşılıqlı vəziyyəti. Parça ilə müstəvinin qarşılıqlı vəziyyəti nədir?
bayaq düz xəttlə müstəvinin qarşılıqlı vəziyyəti var idi. Bu onun eynisidir. Bu rəngi dəyişir. Bu nə rəngdir? Bu nə rəngdir? Qırmızı qoyaq. Aha. Uşaqlar, parça ilə müstəvi 3 cür qarşılıqlı vəziyyətdə olur. Birinci, parçanın ucu müstəvinin üzərində olur. İkinci, parça müstəvini kəsir. Üçüncü, parça müstəvini kəsmir. Birinci budur. Birinci budur. Ən vaciblər bunlardır. Ən vaciblər. Vacib. Vacib. Bunu bilən uşaqlar imtahanda gedib bunu yazır. Bura bir B nöqtəsidir. Buradan bura bir, belə bir, daha doğrusu bir AB parçası çəkirəm. Parça çəkirəm. AB. Artıq məlum məsələdir ki, bu AB parçası müstəvinin üzərində bir nöqtəyə toxundu. Ona görə buradan bir perpendikulyar çəkirəm. Buradan da belə bir nə çəkirəm? Proyeksiya çəkirəm. Proyeksiya çəkirəm. Nə yarandı? Düzbucaqlı üçbucaq. Bu düzbucaqlı üçbucaq sayəsində mən istənilən məsələni həll edə bilərəm. İstənilən məsələni. Əsas məsələ müstəvi ilə əmələ gətirdiyi bucaqdır ki, o da bax bu hissədir. Bax bu hissə bir alfa bucağı əmələ gətirir. Başa düşdünüzmü? Və yaxud deyər ki, mail ilə proyeksiya arasında qalan bucaq. Mail ilə proyeksiya arasında qalan bucaq, daha doğrusu mail ilə perpendikulyar arasında qalan bucaq budur. Mail ilə proyeksiya arasında qalan bucaq alfadır. Qoy yazım. Alfa mail ilə proyeksiya arasındakı bucaqdır. Və ya alfa maillə müstəvi arasındakı bucaqdır. Müstəvi arasında. Aha, alfa bir müstəvisi deyək. Beta isə maillə AB bir maildir. B, H hündürlüyü maillə perpendikulyar arasında qalan bucaqdır. Perpendikulyar arasındakı bucaq. Buradakı bucaq. Aydındırmı? Bu da bu şəkildə. Bu da oldu maillə perpendikulyar arasında qalan bucaq. Bunu tapmaq çox asandır. Buna aid nümunə bayaq verdim. Üçüncüdə vəziyyət nədir? İkincidə vəziyyət budur ki, düz xətt müstəvini kəsdi. Parça müstəvini kəsdi. Belə bir alfa müstəvisi çəkirəm. Alfa müstəvisi çəkirəm. Onda burada necə olacaq uşaqlar? Burada necə olacaq? Gəldi. Bu hissədə müstəvini kəsdi. Bu hissədə müstəvini kəsdi. Onda burada bu hissədə müstəvini kəsdi. Elə bir ki, qələmi deşib vərəqin o tərəfinə keçirdim. Bura bir A-dır, bura bir B-dir. Bunun hər iki ucundan müstəviyə perpendikulyarlar endirirəm. Hər iki ucundan. Buradan da bir perpendikulyar endirirəm. Buradan da bir perpendikulyar endirirəm. Bitti, getdi. Onda bura bir alfadırsa, avtomatik burada alfadır. Alfadır. 90'dır, 90'dır. Bura betadırsa, burada betadır. Deməli, burada bir nə yarandı? Bir C deyək, burada bir D deyək, burada bir O deyək. Burada bir nə yarandı? Oxşarlıq yarandı. Oxşarlıq. Yəni, üçbucaq A, C, O oxşardır. Üçbucaq oxşardır. Üçbucaq B, D, O-ya. B, D, O-ya. Oxşarlığı da quranda AC-nin BD-yə nisbəti,
CO-nun DO-ya nisbəti AO-nun BO-ya nisbəti kimi qururam. Oxşarlıqla bunu həll edib tapıram. Oxşarlıqla bunu həll edib hər şeyini tapa bilərəm. Heç bir problem yoxdur. İndi deyirəm ki, üçüncü də budur. Üçüncü də budur. Üçüncü nədir? Üçüncü uşaqlar, parça müstəvini kəsmir. Üçüncü, parça müstəvini kəsmir. Belə bir müstəvi çəkirəm. Və belə bir müstəvi çəkək. Burada bunu belə saxlayaq. Qırıq-qırıq çəkək ki, görünməyən xətlər əslində qırıq-qırıq olmalıdır. Burada da bir AB parçası var. Bunun uclarından, baxın, kəsmir. İmtahana adətən bununla bağlı sual düşür. İndi sənə deyir ki, bunun uclarından bura qədər məsafələr. Məsafənin biri, tutaq ki, 8-dir. Məsafənin biri nədir? 8-dir. AH olsun 8. Bir digəri də budur. BK, bu da olsun 1, 12. İndi sənə deyir ki, bu parçanın ortasından olan məsafəni tap. Yəni, bax bu. Avtomatik mən də bilirəm ki, bu ortasından olan məsafətsə bunun adı nədir? Orta xət. Ya da buna deyək MN. MN-i tapmaq da mənim üçün olacaq nə? Asan 2 vur 2. 2 vur 2. Bu da nə qədər eləyər? 8 ilə 12-ni toplayıram. 20 bölürəm 2-yə 10. Trapesiyanın orta xətti. Bu sualı belə də verə bilər. Başqa cür belə də verə bilər. Başqa cür belə də verə bilər. Yenə də bir müstəvi çəkirəm. Buradan bir AB çəkirəm yenə də. A-dır, B-dir. Uclardan məsafəni verib mənə. Nə qədər versin? Uzlardan məsafə. Biri AH-dır. Dəymirəm, elə qoy olsun 8. 8 deyək. 8. Bu məsafədə olsun nə qədər? 8-dirsə, bu məsafədə olsun 12. 12. AB-nin də uzunluğunu mənə 5 verib. Mənə deyir ki, AH ilə BK arasındakı məsafəni tap. Yəni, mən buradan bura nə çəkməliyəm? Bir dənə belə ikisinə perpendikulyar. Çəkən kimi avtomatik olaraq bir dənə nə yarandı? Düzbucaqlı, üçbucaq. İndi məntiqlə düşünürəm ki, bura 8-dirsə, onda bu hissə də 8-dir. Geriyə qalan hissə 4-dür. Onda 5-dirsə, 4-dürsə, Pifaqor terimindən AL-i mən 3 olaraq nə edirəm? Tapıram. Bu da ən vacib imtahana düşən qaydalardan biridir. İndi isə digər məsələlər nədir uşaqlar? Fiqurlar ilə müstəvi arasında qalan məsələ. Fiqurlar ilə müstəvi arasında qalan bucaqlar. İndi baxıram nəyə? Deməli, uşaqlar, fiqurlar ilə müstəvi arasında qalan nə qədərdir? Bucaq necə tapılır ümumiyyətlə? Baxın, bəzən mənə belə bir müstəvi verir. Tam çəkmirəm, ehtiyac yoxdur. Bir alfa müstəvisi. Uşaqlar, üçbucaq formalı bir fiqur, belə bir qırmızı üçbucaqdır. Müstəvi ilə bucaq əmələ gətirir. A, B, C. Elə bil ki, bilirsiniz nəyə bənzəyir?
O bilirsiniz nəyə bənzəyir? Koroğlu metrosunun çıxışında o şeyi görmüsünüz? O piramida deyirlər ha, piramida. Belə əslində o şüşəbənd üçbucaq formasındadır, amma yerlə necə belə mail əmələ gətirib. Və yaxud belə başa düşə bilərsiniz də, piramidanın bir yanı kimi. Piramidanın bir yanı kimi. Belə əyri dayanıb da, bildiniz necə? Üçbucaq da əyri dayanıb. Mənə deyir ki, bu üçbucaqla bu müstəvi arasında qalan bucağı düşün. Müstəvi arasında qalan bucağı tap. Necədir həmin bucaq? Onu göstərməyə çalışmalıyam. Onun üçün mən nə etməliyəm? Onun üçün nə etməliyəm? Müstəvinin üçbucağın ucundan, buradan bir dənə belə bir perpendikulyar endirirəm bura. Adını qoyuram AH, perpendikulyarı. Və üçbucağın öz hündürlüyünü də çəkirəm. SK-nı da çəkirəm. Öz hündürlüyünü. İndi bura baxın. Öz hündürlüyünü də çəkirəm. Bu da bura perpendikulyardır. İndi bu SK-nın nəyini çəkirəm? Proyeksiyasını tapıram. Bu proyeksiyasını çəkirəm. İndi buradan avtomatik 3 perpendikulyar teoreminə görə SK əgər AB-yə perpendikulyardırsa, HK da bura perpendikulyardır. Və onda bax bu arada qalan bucaq, bu arada qalan alfa bucağı. Üçbucaq ABC ilə alfa müstəvisi arasında qalan bucaq sayılır. Alfa müstəvisi arasında qalan bucaq sayılır. Başa düşdünüzmü? Aha. Bu da oldu bu şəkildə. İndi buna aid bir nümunə verək. Deyirəm ki, buna aid bir nümunə verək. Yəni burada uşaqlar, uzun sözün qısası. Burada bu sarı rəngdə düzbucaqlı nə alınır? Üçbucaq alınır. Mən bu müstəvidir yoxsa düzbucaqlı üçbucaqdır? Bunun çox şeyi düzbucaqlı üçbucağa gedib çıxır. Başa düşdünüzmü? Çox şeyi düzbucaqlı üçbucağa gedib çıxır. İndi baxın nümunəyə. Deyirəm ki, bir dənə düzbucaqlı üçbucaq var. Katetləri, qoy burada qeyd edeyim. Katetləri 3 və 4 olan düzbucaqlı üçbucaq. Düzbucaqlı üçbucaq var. Düzbucaqlı üçbucaq var. Bunun hipotenuzundan keçən müstəvi üçbucaq müstəvisi ilə 30 dərəcə əmələ gətirir. Hipotenuzdan keçən müstəvi. Bunu da sizə öyrətəcəm, nədirsə. Hipotenuzdan keçən müstəvi. Üçbucaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Bucaq əmələ gətirir. Deyirəm ki, düz bucaq təpəsindən müstəviyə qədər məsafə, təpəsindən müstəviyə qədər tez-tez yazıram, qədər məsafəni tap. Məsafəni tap. Saat neçədir? 4-ə işləyib. 7 dəqiqə. Baxaq. Deməli, bu nədir? Bu necə çəkilməlidir ümumiyyətlə? Belə bir düzbucaqlı üçbucaq çəkirəm. Hipotenuzunu yerdə çəkirəm uşaqlar. Hipotenuzunu yerdə. Bax, belə bir düzbucaqlı üçbucaq çəkirəm göy rəngdə. Deyirəm ki, bura 90 dərəcədir. Bunun hipotenuzu bu müstəvinin üzərindədir. Belə bir müstəvinin üzərində. Qoy olsun, yaxşı. İndi mən deyirəm ki, bunun kateti 3-dür, burası 4-dür. Və deyirəm ki, bu üçbucaq müstəvisi ilə hipotenuzdan keçən müstəvi 30 dərəcə əmələ gətirir. Bunu tapmağın bayaq qaydasını demişdim axı. Bir dənə üçbucağın hündürlüyünü çəkirdim. Çəkdim ki, bunu adlandıraq da bir C deyək. B deyək, burada bir A deyək.
Buradan bura bir əvvəlcə özünün hündürlüyünü çəkməliyəm. Özünün hündürlüyünü çəkdim. Sonra nə etməli idim? Sonra da mən C təpəsindən bir dənə perpendikulyar çəkməli idim. Bura belə bir perpendikulyar çəkdim. CH perpendikulyarı və bunların ucunu birləşdirirdim. Burada bir dənə nə yaranırdı? Düzbucaqlı üstü burada yarada bilmədim. Qoy bunu düzəldək. CH çəkdim. Bax belə bir şey. Belə bir şey çəkdim. Bura baxın. Aha. Bu bunun öz hündürlüyüdür. Üçbucağın hündürlüyü SK. Katetləri verib mənə 3, 4. Hipotenuzun AB-nin 5 olduğunu Pifagordan tapıram. 5 olduğunu Pifagordan tapıram. Burada arada əmələ gətirən bucağı da verib mənə 30 dərəcə. Bax bu bucağı da verib mənə nə qədər? 30 dərəcə. Onda ora 30 dərəcədirsə, bax bu sarı düzbucaqlı üçbucağa baxıram. Bu sarının özü də bir düzbucaqlı üçbucaq olur axı. 30 dərəcədirsə, məntiqlə düşünəndə onda bura nə qədər olur? 60 dərəcə. Deməli, məndə üçbucağın bir tərəfini tapsam, açıq-aşkar hər şeyi həll eləmiş olacam. Onu da tapmaq asandır. Bu üçbucaq ABC-də SK hündürlüyünü necə tapacam? Katetləri vururdum bir-birinə, bölürdüm hipotenuzu. Nə qədər elədi bu da? 2,4. 2,4. Deməli, bizim SK-mız 2,4-dür. Yəni SK üçbucaq SHK-nın nəyidir? Hipotenuzu. Məndən nə istəyirdi ki? Düz bucaq təpəsindən müstəviyə qədər məsafə. Yəni, müstəviyə qədər məsafə deyiləndə, bax, bundan gedir söhbət. Bax, bu SH-dan gedir. Məndən SH istəyir. Qoy yazım bura SH sual işarəsi. İndi 2,4-dürsə, SH 30 dərəcəli bucağın qarşısında dayanan katet olduğu üçün olacaq 1,2. CH tapdım 1,2. Bu qədər saxdır. Bu da oldu belə. Bu şəkildə.